Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Avropa ilə müharibə edə bilmərik bəyanatı gündəmdə geniş rezonans doğurub. Siyasi dairələrdə bu açıqlamanın həm Moskvanın real mövqeyini, həm də informasiya savaşının elementlərini əks etdirə biləcəyi barədə müxtəlif mülahizələr irəli sürülür. Bəs bu bəyanatların fonunda postsovet məkanında, xüsusilə Cənubi Qafqazda hansı geosiyasi dəyişikliklər baş verə bilər? Politoloq Elçin Xalidbəyli bu barədə bildirir ki, Medvedevin dedikləri hazırda reallığı əks etdirir. Rusiyanın Avropa ölkələri ilə müharibə aparması əslində NATO ilə savaş deməkdir. Çünki Avropa məkanında dövlətlərin əksəriyyəti NATO üzvüdür və alyansın kollektiv müdafiə mexanizmi mövcuddur. Bu səbəbdən Moskvanın Avropa ilə müharibəyə girməsi real deyil. Rusiya nə hərbi, nə də iqtisadi resurs baxımından NATO ilə toqquşmaya hazırdır. Vladimir Putin illər öncə etiraf etmişdi ki, NATO ilə müharibəni təsəvvür etmək belə mümkün deyil və bu Rusiya üçün fəlakətli nəticələr doğura bilər. Politoloq əlavə edib ki, hazırda əsas həlledici məqam Ukraynadakı müharibədir. Ukrayna savaşının nəticələri həm NATO-Rusiya münasibətlərinin, həm də bütövlükdə postsovet məkanında Moskvanın davranışlarının istiqamətini müəyyən edəcək. Əgər Rusiya bu müharibədən məğlub ayrılarsa, Cənubi Qafqaz da daxil olmaqla Müstəqil Dövlətlər Birliyi ölkələrinə qarşı uzunmüddətli aqressiv siyasət yürütməyəcək. Amma əksinə, Rusiya qalib gələcəyi təqdirdə postsovet məkanında daha sərt və təhdidkar mövqe ortaya qoya bilər. Elçin Xalidbəylinin fikrincə, məhz Ukrayna cəbhəsindəki nəticələr Cənubi Qafqazda geosiyasi balansı da birbaşa formalaşdıracaq.